Hə dostlar, keçən videolarımda izah elədiyim kimi bizə PlayStation gələrkən əgər ki üzərində plombası yoxdursa, mütləq plomba vurur, müştəri də qol çəkir və bu qaydada da bizdən təhvil götürəcək. Çəkə bilərsən qardaş. Çünki plombası olmayan PlayStation-ə, yəni belə mən sizə izah edeyim, yeri gəlsə müdaxilə oluna bilər. Ona görə də ki biz plomba vururuq, həm özümüzü sığortalayırıq, həm müştərini sığortalayırıq ki, yəni qolda çəkir ki buradan bax. Bunun da altında, bu plombaların altında şuruplar var. Eğer ki sizin PlayStation-ə müdaxilə olunsa mütləq bu kağızlar buradan çıxmalıdır. Bu kağızların da altında iki tərəfli divanin skoçlar var. Ona görə ki vurmuşuq. Artıq bunu qopardanda o yeri bilinir. Neyniyəsən bilinir. Həm də qol çəkmirsən axı buradan. Öz şəxsi qol imzaundur sən buradan. Yəni belə də təhvil inşallah götürəsən. Olur da bir də görsən gətirirlər. Çəkə bilərəm də sizə video. Xoş gəlmisən qardaş. Gətirirlər, xarab PlayStation-dir. Gətirir təhvil verir. Mən 10 dəqiqə ərzində məsəl yoxlayıb götürə bilirəm də. O məsəl menüsuna girdim, HDMI yerini yoxladım, USB portunu yoxladım. Bir də görsən yarım saatdan sonra PlayStation sönür. Olur belə problemlər olur. İndi gəl qardaş sən başa sal ki adam var bilə-bilə gətirir. Eləncəsinə PlayStation, xarab PlayStation var da eləncəsinə yarım saatdan sonra sönür. İndi gəl sən buna denən, durub sənin üzvə duracaq ki, yox qardaş, mən gətirdiyim PlayStation işləyirdi, filandı, bəsməkəndə. Ona görə də qardaş, biz artıq PlayStation götürəndə plomba vururuq ki, yəni bizim də işimiz rahat olsun, müştərinin də işi rahat olsun. Xeyirli olsun, amin qardaş.